Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib. Bu barədə Stop Narkotikaza Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal silaha komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Anar Rasimoğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhiyyəddin oğlu şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə pilotsuz uçuş aparatı vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf ediblər. Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilmişdir. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.